Hamınıza salam değerli YouTube izleyicilerim. Kürt toyğumu cücələrini çıxardı. Hal-hazırda baxın, gəzdirir. Baxın, cücələri yanındadır. Sizinlə bunu YouTube'a paylaşıram ki, görəsiz, maraqlı olasınız. Bildiyiniz kimi biz cücələri iyun ayında bastırmışdıq. Hal-hazırda lığda çıxıb. Bir ay tamam olmamış çıxdı 20-21 günündə çıxdı. 23-cü, 24-cü günündə tamamilə hamısı hazır oldu. Bunlar hələlik altında 3 dənə hazır qoymuşuq, o birisiləri ayrıca almışıq. Yəni 6 dənə, 15 dənə qoymuşduq altına. 3 dənəsi burada qalır. Onları da saxlayırıq qıraqda. Bunu da atmışıq yana. Kürt toyğumuz cücələri belə hal-hazırda saxlayır. Avstratopdur. 3 ədəd, 10 dənə də içəridədir. Sizə də demişdim ki, ördəklərimizi də göstərib video paylaşacağım. Hal-hazırda 100 abunədə sizə 50 ədəd ördəyimizi göstərəcəyim. 100 demişdim, 100-də də göstərəcəyim. Biz bunlara başlanğıc yemi veririk. Baxın. Starter başlanğıc yemi. Vitaminli, içində vitaminli olan yemlər. Bu yemlər həm onların böyüməsini, inkişafını sağlayır. Siz də əgər cücələrinizin sağlam böyüməsini istəyirsinizsə, birinci ilk 15 günündə, ilk 20 günündə başlanğıc yemi verirsiniz, sonra keçirsiniz iri yemə, iri yemdən də 2 ay verirsiniz, sonra keçirsiniz əsil yarma, buğda yarma, sonra buğda. Biz də cücələrimizə elə veririk. Bunlar həm sağlam böyür, bunlar boz avstratoplardır ikisi, biri isə qara avstratopdur. Bunlar yumurtasına görə dəyişir. Avstratoplar həm sağlam cücələri olur, avstratopların ölmür, yaxşı olur cücələri. Çox mən yavaş danışacağım ki, hürkütməyək toyuğu. Sonra döyər cücələrin. Suları yemlərdə, qabağında da sular ilk 1 ayda qaynamur su verirsiniz. İsti havalarda isə 15 gün, 10 gün qaynamur su verirsiniz. Sonra vermirsiniz. Çünki qaynamur su qarınları gedir. Həm də küt toyuqlu cücələrinə yaxşı baxır. Baxın, qırtıldayır, çağırır, cücələrinə yemək verir. Çünki öz anaları da yaxşı baxır. Biz isə onlara baxanda daha yaxşı baxmırıq da. Yemin suyun veririk, daha onlar çağırmırıq. Çünki ilk günlər cücənin ağlı kəsilmir axı. Nə bilir ki o yemdir, böyüyəndən sonra bilir. Ona görə yemirlər özlər. Toyuq isə çağırır onları. Çox burada dayanmayacam, çünki toyuq hürkür. Cücəyi isə saxlamağın ilk qaydalarını deyirəm. Cücə üçün ilk 10 gün 22-24 dərəcə isti olmalıdır. Qış, yay fərqli. Yayda isə 18-16 dərəcə olmalıdır ki, 18-22 dərəcə aralığında olmalıdır ki, cücələr isti yerə öyrəşsinlər. Sonra isə soyuğa birdən-birə keçirtməyin. İlk günlər 22, sonra keçirsiniz 20, 21, 20-yə, keçirsiniz 18-ə, 16-ya, 15-dən aşağı düşməli deyil. İstilik səviyyəsi elə olmalıdır. Çünki qışda bildiyiniz kimi havalar olur 16, 14, 12 dərəcə isti. O da təbii ki də onun şaxtası da havada olur 1 dərəcə, 0 dərəcə belə. 0,5 dərəcə. Cücələr hal-hazırda nə boyda böyüyüb, hamısı da toyuqdur. Fərədidə altındakilər, xoruz yoxdur. Keçək indi sizə fermamızı, hinimizi göstərək. Baxın, buğdalarımız da böyüyüb, artıq fidan olublar. Onları da cücələrimizə verəcəyik, toyuqlarımıza. Bunlar çörəklərdir. Kəpəklə, qarğıdalı ilə qarışdırılır, cücələrə verilir, ördəklərə verilir. Böyük cücə ördəklərə, toyuqlar. Bunlar verilir. Təbii ki, yem də kəsilmir də. Həftədə 3 dəfə, 4 dəfə çörək veririk, qalanlar da yem. Cücələrimizin içəridə olanı hal-hazırda. Baxın, bunlardır. Bunlar da küldə eşələnir. Küldə eşələnmələri onların sağlamlığı üçün də önəmlidir. Bura polkamızdır bizim. Cücələrimizin yarısı demək olar burada yatır. Biz indi onları ayıracağıq. Xoruzlar biri, toyuqlar biri. Xoruzlar ayrı yerdə saxlanacaq. Daha doğrusu böyük xoruzlar ki, xoruzlar ümumiyyətlə ayrı saxlanacaq ki, böyüyəndən sonra buraxılacaq ki, toyuqları döyürlər. Nətər döyürlər? Yıxılanları döyürlər, dimdikləyirlər ki, onlar zəif qalır da sonra böyümür.
ölə də bilər. Burada otumuzdur. Qışda yerə səriləcək oktyabr, noyabr aylarında. Bura polkamızdır. Buranın ağzı bağlıdır. Bunu açaq. Baxın, burada cücələr saxlanılır. İndi ağzını örtmüşük, saxlanılmır. Bu polka da bağlıdır. Baxın, polka belədir. Yekə polka uzundur. İçində cücə saxlanılır bildiyi üçün. Amma bizdə əsas cücədir gedir. Buranın ağzı da setkalıdır. Açmışıq ağzını havalansın. Ot sərəcəyi qışda saxlanılacaq cücələr. Təbii ki, havalandırmalar da var. Elimizin. Buradan da var. Buranın ağzı bağlıdır. Açacaq. Orada kərpic düzülür. Bağlıdır da. Qışda isə, qışda təbii ki, hamısı bağlı olacaq. Burada bağlı olacaq. Bura açıq qalacaq. Bura yarısı bağlanacaq, yarısı açıq qalacaq ki, içəridə nəmişlik olmaz. Peş də yandırılacaq. Peş də səhv eləmirəmsə, təsəvvür bura olacaq. Buradan da baca yeri çetkanı deşəcəyik. Üstü sonradan çıxacaq. Cücələrimiz də sağlam böyüyür, inkişaf edir. Qırd toyuq, kürt toyuğun cücələri də baxın, biz gələn kimi dururlar ayağı, sadəcə indi oturublar, qorxurlar. Ondandır. Yem qabı düzəltmişik, indi yem qabı alacaq cücələrimizə. Baxın, belə yem qabıdır, uzun. Bunlar bilirsiniz. Cücələrimizə isə burada yer düzəldəcək, kölgəlik üçün. Ona görə. Biz cücələrimizə hal-hazırda buğda yarması veririk. Hal-hazırda vitaminli yemlərin kəsmişik, qışda verəcəyik. Ki, qışda vitamin olsun. Yayda isə nə verirsəz olar. Çörəyi də az veririk ki, vitamin səviyyəsi aşağı düşməsin. Vitamin səviyyəsi aşağı düşəndə zəifləyir, ölür. Toyuq olanda ancaq və ancaq vermək olar. Baxın. Otlarımız da belə çıxıb. Bunlar buğda gətirəcək.